Salam. Bugün sizinlə çox vacib bir mövzunu müzakirə edəcəyik. Azərbaycanda nəfəs aldığımız havanın qorunması. Bunun hüquqi tərəflərinə baxacağıq. Bəli, salam. Əsas mənbəyimizdə birbaşa atmosfer havasının mühafizəsi haqqında Azərbaycan Respublikasının qanunudur. Məqsədimiz, yəni bu sənədin təmiz hava üçün necə bir çərçivə qurduğunu anlamaqdır və bunun sizin üçün nə anlama gəldiyini aydınlaşdırmaqdır. Həqiqətən də çox aktual mövzudur. Çünki təmiz hava bilirsiniz hamımıza birbaşa təsir edir. Həm sağlamlığımıza, həm də ümumiyyətlə yaşadığımız mühitə. Elədir. Və bu qanunun da əsas məqsədi məhz budur. Atmosfer havasını qorumaqla insanların sağlamlığını və, necə deyim, əlverişli ətraf mühitdə yaşamaq hüququnu təmin etmək. Bu sadəcə bir bəyanat deyil, əslində bütün qanunun təməlidir. Bəs bu qanun hansı prinsiplərə söykənir? Yəni, nəyi ön planda tutur? Deməli, bir neçə əsas prinsip var. Birincisi və ən vacibi, insan sağlamlığının üstün tutulması. Bu prioritetdir. Aha. Sonra əlverişli ekoloji mühitin təmin edilməsi gəlir. Həmçinin havanın çirklənməsinin, belə deyək, qarşısı alınmaz nəticələrə yol açmasının yol verilməzliyi. Yəni, kritik həddə çatmamalıdır. Düzdür. Və təbii ki, bu prosesin dövlət tərəfindən tənzimlənməsi, məlumatların açıq olması, şəffaflıq yəni və bütün bunların elmi əsaslarla aparılması prinsipləri də var. Gördüyünüz kimi çox şaxəli bir yanaşmadır. Aydın olur ki, məsuliyyət təkcə dövlətin üzərində deyil, amma dövlətin rolu yəqin ki, həlledicidir. Bəs dövlət konkret olaraq nə edir? Tamamilə doğru. Dövlət əsasən qayda qoyucudur. Yəni, hava keyfiyyəti üçün normativləri müəyyən edir. Hansı maddələr zərərlidir, nə qədər olmalıdır? Bəli. Gigiyenik və ekoloji normativlər deyilir bunlara. Həmçinin müəssisələrin havaya nə qədər zərərli maddə buraxa biləcəyinin hədlərini təyin edir. Bunlara yol verilən hədlər deyilir. Anladım. Sonra, bu fəaliyyətlər üçün xüsusi icazələrin verilməsi qaydalarını müəyyənləşdirir. Ümumi dövlət siyasətini həyata keçirir və ən əsası bəlkə də dövlət monitorinq sistemini təşkil edir. Yəni, vəziyyətə nəzarət edir. Monitorinq dedikdə, yəni, havanın keyfiyyətini ölçürlər. Bəli, mütəmadi olaraq havanın vəziyyəti izlənilir, çirklənmə səviyyəsi ölçülür, həmçinin təhlükəli hallar yaranarsa, məsələn, qəzalar zamanı əhalini qorumaq üçün tədbirlər görmək də dövlətin birbaşa vəzifəsidir. Bəs yerli səviyyədə, məsələn, belediyələr, onların da rolu varmı? Və ya bizneslər necə? Şəxslərə gəlincə. Yəni, zavodlar, fabriklər. Bəli, istehsalatla məşğul olanlar və ya ümumiyyətlə fəaliyyəti havaya təsir edən hər kəs. Onların üzərinə də çox konkret vəzifələr düşür. Ən əsası, müəyyən edilmiş o normativlərə və icazə şərtlərinə əməl etməlidirlər. Yəni, dövlətin qoyduğu qaydalara. Tam olaraq. Həmçinin texnologiyalarını təkmilləşdirməlidirlər ki, daha az çirklənmə olsun. Öz çirklənmə mənbələrinin, yəni nəyi, nə qədər havaya buraxdıqlarının uçotunu aparmalıdırlar. Bu vacibdir. Çox vacibdir. Quraşdırdıqları təmizləyici qurğuları, məsələn, filtrləri, işlək vəziyyətdə saxlamalıdırlar və əlbəttə qəza hallarının qarşısını almaq üçün tədbirlər görməlidirlər. Bir də özləri də istehsalat nəzarəti həyata keçirməlidirlər. Yəni, daxili nəzarət mexanizmi olmalıdır. Rolunuz və hüquqlarınız var. Qanun bunu çox aydın şəkildə təsbit edir. Məsələn, hər bir vətəndaşın hava keyfiyyəti haqqında məlumat almaq hüququ var. Necə yəni? İstədiyim vaxt məlumat tələb edə bilərəm? Bəli, müvafiq dövlət orqanlarından bu məlumatları əldə edə bilərsiniz. Həmçinin təkliflər verə bilərsiniz, ictimai müzakirələrdə, ictimai nəzarətdə iştirak edə bilərsiniz. Yəni, prosesə təsir imkanımız var? Bəli, əgər hər hansı bir qanun pozuntusu görürsünüzsə, məsələn, hansısa müəssisənin normadan artıq tullantı atdığını düşünürsünüzsə, bununla bağlı müvafiq orqanlara müraciət edə bilərsiniz. Hətta, Allah eləməsin, əgər çirklənmə nəticəsində sizin sağlamlığınıza və ya əmlakınıza zərər dəyibsə, onda necə? Onda qanuna görə vurulmuş zərərin ödənilməsini təqsirkar şəxsdən tələb etmək hüququnuz da var. Qeyri-hökumət təşkilatları da, yəni ictimai birliklər də bu proseslərdə çox fəal rol oynaya bilər. Məlumat əldə edə bilər, proqramların hazırlanmasında iştirak edə bilər. Çox maraqlıdır. Bəs qanun konkret olaraq hansı fəaliyyətləri daha çox tənzimləyir? Məsələn, sənaye müəssisələri dedik, başqa? Nəqliyyat. Bəli. Qanun demək olar ki, bütün potensial çirklənmə mənbələrinə aid tələblər qoyur. Məsələn, yeni müəssisələr yerləşdirilərkən, tikilərkən
mütləq sanitar mühafizə zonaları nəzərə alınmalıdır. Yəni yaşayış yerlərindən müəyyən məsafədə olmalıdır. Elədir. Və təbii ki, müasir qaz-tuz tutucu, yəni təmizləyici qurğular quraşdırılmalıdır. Çox vacib bir məqam da var. Qanunvericiliyin tələblərinə cavab verməyən, yəni ekoloji baxımdan zərərli yeni texnika və texnologiyaların ölkəyə gətirilməsi qadağandır. Bu idxala aiddir. Bəli. Həmçinin istismar müddəti bitmiş köhnə, yəni çox çirkləndirən nəqliyyat vasitələrinin də ölkəyə gətirilməsi qadağandır. Bu avtomobillərə aiddir yəqin ki. Əsasən bəli. Ümumiyyətlə nəqliyyat vasitələrinin özləri də atmosferə buraxdıqları tullantılara görə müəyyən normativlərə cavab verməlidir. Yəni texniki baxışdan keçərkən buna fikir verilməlidir. Bəs tullantıların yandırılması, bu da ciddi problemdir bəzən. Düz vurğuladınız. Şəhər və qəsəbələrdə məişət və istehsalat tullantılarının yandırılması üçün də xüsusi qaydalar var. Bu, yalnız xüsusi qurğularda və müəyyən edilmiş qaydada həyata keçirilə bilər. Açıq havada yandırmaq olmaz. Bütün bu qaydalara əməl olunmasına necə əmin oluruq? Yəni, nəzarət mexanizmi necə işləyir? Dediniz monitorinq var. Bəli, dövlət monitorinqi sistemi əsas alətdir. Bu sistemlə havanın vəziyyəti, çirklənmə səviyyəsi mütəmadi izlənilir. Amma təkcə bu deyil, müvafiq dövlət orqanları, məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həm ümumilikdə qanunvericiliyin tələblərinə əməl olunmasına, həm də konkret müəssisələrə verilmiş icazələrin şərtlərinə riayət edilməsinə nəzarət edir. Yəni, yoxlamalar aparılır. Bəli, planlı və plansız yoxlamalar, reydlər keçirilir və əgər qanun pozuntuları aşkar olunarsa, təbii ki, qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirləri görülür. Bu, inzibati və ya hətta cinayət məsuliyyəti ola bilər. Cərimələr və s. Bəli, cərimələr fəaliyyətin məhdudlaşdırılması və ya dayandırılması kimi. Bir də vurğulamaq lazımdır ki, atmosfer havasının çirklənməsi nəticəsində ətraf mühitə, insanların sağlamlığına və ya əmmakına vurulan zərərin ödənilməsi məsuliyyəti tam şəkildə təqsirkar şəxslərin üzərinə düşür. Deməli, belə ümumiləşdirsək, əlimizdə hava keyfiyyətini qorumaq üçün kifayət qədər əhatəli bir hüquqi sənəd var. Burada qaydalar da var, məsuliyyət bölgüsü də, nəzarət mexanizmləri də, hesabatlılıq da. Bəli, tamamilə doğrudur. Bu qanun əslində Azərbaycanda hava keyfiyyətinin idarə olunması üçün bir hüquqi baza yaradır. Və bu baza təkcə mövcud çirklənmə ilə mübarizə aparmağa deyil, eyni zamanda gələcəkdə, yəni preventiv olaraq problemlərin qarşısını almağa yönəlib. Bu vacibdir? Çox vacibdir. Və bu çərçivəni anlamaq məncə hər birimiz üçün faydalıdır. Çünki bu bizim sağlamlığımız üçün həyati əhəmiyyət kəsb edən bir sahənin dövlət tərəfindən necə tənzimləndiyini görməyə imkan verir. Çox sağ olun, ətraflı izah üçün. Sonda isə dinləyicilərimizi biraz düşünməyə vadar edən bir sual vermək istərdik. Baxın, bu qanun gördüyümüz kimi mövcud çirklənmə mənbələrini, yəni sənaye, nəqliyyat kimi sahələri ətraflı tənzimləyir. Amma texnologiya çox sürətli inkişaf edir. Yeni sənaye sahələri yaranır, bəlkə də hələ bilmədiyimiz yeni növ çirkləndiricilər ortaya çıxır. Maraqlı məqamdır. Sizcə, gələcəkdə ortaya çıxa biləcək bu tamamilə yeni növ hava keyfiyyəti problemlərinə qarşı mövcud hüquqi çərçivəmiz, yəni bu qanun nə dərəcədə çevikdir və bu sahədə bizi hansı potensial çətinliklər, hansı çağırışlar gözləyə bilər? Bax, bu barədə düşünməyə dəyər.